bizim bugün sizlerle keçəcəyimiz mövzu olacaq şagird yönümlü təlimin təşkili. Yəni biz buna şagird yönümlü təlim də deyə bilərik, interaktiv təlim də deyə bilərik. Aha, yəni hər ikisinin anlamı eynidir. Həm şagird yönümlü, həm interaktiv təlim deyə bilərik. Ümumiyyətlə interaktiv təlim nədir? Bax, interaktiv təlim və yaxud da ki, şagird yönümlü təlim dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə belə deyək də, bir var şagird yönümlü təlim, bir var müəllim yönümlü təlim. Məsəl üçün, müəllim yönümlü təlim ənənəvi təhsil idi. Ənənəvi təhsil idi, ənənəvi təlim idi. Yəni dərsin belə deyək, mərkəzində müəllim dayanırdı. Ancaq şagird yönümlü və yaxud da ki, interaktiv təlim ənənəvi təlimdən fərqlənir. Yəni interaktiv təlimdə dərsin mərkəzində şagird olur. Deməli, dərsin mərkəzində şagird olur. Müəllim dərs prosesini qurarkən şagirdlərin marağını, tələbatını nəzərə alır. Ümumiyyətlə, interaktiv sözünün mənası qarşılıqlı əlaqə və fəaliyyət deməkdir. Deməli, interaktiv sözünün mənası nə deməkdir? Qarşılıqlı əlaqə və fəaliyyət deməkdir. Yəni, bax, burada şagirdlər, yəni interaktiv təlim zamanı şagirdlər informasiyanı passiv şəkildə qəbul etmir. Məsəl üçün, ənənəvi təhsildə necə idi? Şagirdlər informasiyanı passiv şəkildə müəllimdən qəbul edirdilər. Yəni, bütün informasiyaları, bütün detalları müəllim şagirdlərə çatdırırdı. Amma şagird yönümlü təlimdə belə deyil. Şagirdlər informasiyaları passiv şəkildə qəbul etmir. Bir növ informasiyaların qəbulunda şagirdlər aktiv olurlar. Özləri, belə deyək, onlara lazım olan informasiyaları müxtəlif mənbələrdən əldə edə bilərlər. Belə deyək, həmçində əldə elədiyi informasiyaları analiz edirlər, təhlil edirlər və tətbiq edirlər. Deməli, interaktiv təlimdə dedik ki, bilik yalnız müəllim tərəfindən ötürülmür, yəni şagirdlər də biliyin əldə edilməsində aktiv tərəfə çevrilirlər. Ümumiyyətlə, belə deyək, bax, interaktiv təlim birbaşa təlim modelindən fərqlənir. Deməli, interaktiv təlim birbaşa təlim modelindən fərqlənir. Yaxşı, birbaşa təlim modeli nə deməkdir? Müəllimlər, çox xahiş edirəm, dərsə girəndə mikrofonu bağlayağın. Deməli, dedik ki, interaktiv təlim birbaşa təlim modelindən fərqlənir. Yaxşı, birbaşa təlim modeli nə deməkdir? Bax, birbaşa təlim modeli bir növ ənənəvi təlimə oxşuyur. Yəni, burada bütün, belə deyək, prosesləri müəllim birbaşa şagirdlərə təqdim edir. Mövzunu detalları ilə müəllim şagirdlərə təqdim edir. Tapşırıqları necə yerinə yetirmək lazımdırsa, addım-addım bütün mərhələləri müəllim şagirdlərə birbaşa təlim edir. Ancaq interaktiv təlimdə belə deyil. Ona görə də deyirik ki, interaktiv təlim birbaşa təlim modelindən fərqlənir. Yəni, interaktiv təlimdə müəllim bütün dərsin belə deyək, detallarını, mövzunun detallarını şagirdlərə ötürmür. Şagirdlər burada axtarışda olurlar. Yəni, şagird yönümlü təlimdə şagirdlər hər zaman axtarışda olurlar, aktiv olurlar. Həm biliyin əldə edilməsində, həm də biliyin ötürülməsində aktiv olurlar. Deməli, bundan əlavə interaktiv öyrənmə digər anlayışlarla da əlaqəlidir. Baxaq, görək həmin anlayışlar hansılardır? İnteraktiv təlim həm şagird yönümlü təlimlə, sorğu və araşdırma əsaslı öyrənmə və problem əsaslı öyrənmə ilə də sıx bağlıdır. Dedik ki, interaktiv öyrənmə şagird yönümlü təlimlə sıx bağlıdır. Şagird yönümlü təlim nə deməkdir? Yəni, şagird yönümlü təlimdə şagirdlər dərsin mərkəzində olur, şagirdlər dərsdə aktiv olur, aktiv şəkildə informasiyaları qəbul edir və həmçində tətbiq edirlər. İnteraktiv öyrənmə, deməli, sorğu və araşdırma əsaslı öyrənmə və problem əsaslı öyrənmə ilə də sıx bağlıdır. Yaxşı, bəs sorğu və araşdırma əsaslı öyrənmə nə deməkdir? Bax, burada, deməli, sorğu və araşdırma əsaslı öyrənmədə şagirdlərə elmi suallar verilir. Şagirdlərə elmi suallar verilir. Şagirdlər sual ətrafında elmi araşdırmalar aparırlar. Yəni, elmi araşdırmalar aparırlar. Şagirdlər burada araşdırma aparan zaman sərbəst olurlar. Şagirdlərə seçim imkanı verilir. Şagirdlər müxtəlif mənbələrdən deməli araşdırma aparırlar və sonda şagirdlərin araşdırmaların nəticələri müzakirə olunur.
və sonda bir nəticəyə gəlirlər. Bax, burada da görürsüz, şagirdlərə seçim imkanı verildi. Şagirdlər, belə deyək, elmi sualları cavab axtarmaq üçün bir növ özləri aktiv şəkildə müxtəlif mənbələrdən istifadə etməklə, deməli, suala cavab axtarırlar. Elə interaktiv təlimin də, deməli, bax, mərkəzində nə dayanırdı? Şagirdlərin aktivliyi dayanırdı. Həmçinin də sorğu və araşdırma əsaslı öyrənmənin də deməli mərkəzində nə dayanır? Şagirdlərin aktivliyi dayanır. Yəni bir növ şagirdlərə burada seçim imkanı verilir. Şagirdlər müxtəlif suallar ətrafında, tapşırıqlar ətrafında araşdırmalar edir və araşdırmalardan sonra müxtəlif nəticəyə gəlirlər və sonda nəticələr müzakirə olunur. Dedik ki, interaktiv təlim həmçində problem əsaslı öyrənmə ilə də sıx bağlıdır. Yaxşı, bəs problem əsaslı öyrənmə nə deməkdir? Problem əsaslı öyrənmədə şagirdlərin qarşısına hər hansı bir problemli situasiya qoyulur. Demək, şagirdlər həmin problemi araşdırmalıdır. Şagirdlər həmçinin problemi araşdırır və problemi həll etmək üçün ən səmərəli yolu müəyyənləşdirirlər. Deməli, şagirdlər problemin həllini araşdırır, problemin həlli üçün bir neçə yol müəyyənləşdirirlər və sonda problemi həll etmək üçün ən səmərəli yolu deməli müəyyənləşdirirlər. Bundan əlavə interaktiv öyrənmə, deməli, bax, sosial nəzəriyyə ilə də sıx bağlıdır. Deməli, interaktiv öyrənmə anlayışı sosial nəzəriyyə ilə də sıx bağlıdır. Sosial nəzəriyyə Vygotsky nəzəriyyəsidir. Biz nəzəriyyələri keçəndə sosial, belə deyək, öyrənmə nəzəriyyəsini keçəcəyik. Deməli, dedik ki, interaktiv öyrənmə anlayışı sosial nəzəriyyə ilə də sıx bağlıdır. Ümumiyyətlə, sosial nəzəriyyənin, bax, mərkəzində nə dayanır? Sosial nəzəriyyəyə görə, deməli, şagirdlər qarşılıqlı fəaliyyət zamanı daha çox öyrənirlər. Deməli, sosial nəzəriyyənin prinsipinə əsasən şagirdlər qarşılıqlı fəaliyyət zamanı, qarşılıqlı fəaliyyət nə deməkdir? Yəni, şagirdlər qrup şəklində, əməkdaşlıq şəklində bir-biri ilə hər hansı bir tapşırıqları yerinə yetirəndə daha yaxşı öyrənirlər. Aha, deməli, sosial inkişaf nəzəriyyəsinə görə müəllim skafoldik rolunda olur. Deməli, sosial inkişaf nəzəriyyəsinə görə müəllim skafoldik rolunda olur. Yaxşı, skafoldik nədir? Deməli, skafoldik müvəqqəti körpü deməkdir. Deməli, skafoldik nədir? Müvəqqəti körpü deməkdir. Yəni, müəllim şagirdlərin öyrənməsində bir növ nərdivan rolunu oynayır. Həmçində şagirdlərə hədəfə çatmaq üçün yol göstərir. Şagirdlərin müstəqil öyrənməsinə şərait yaradır. Ancaq şagirdlər tapşırıqları, hər hansı bir fəaliyyəti müstəqil şəkildə yerinə yetirdikdən sonra, artıq bu mərhələdən sonra müəllim öz dəstəyini şagirdlərdən əsirgəyir. Yəni, bundan sonra şagirdlərə dəstək vermir. Şagirdlər tapşırığı yerinə yetirən zaman artıq müəllim şərait yaradır ki, şagirdlər tapşırığı özləri müstəqil yerinə yetirsin. Bir növ skafoldik, yəni şagirdlərə hədəfə çatmaq üçün yol göstərir. Məsəl üçün, şagird hər hansı bir tapşırığın həllində çətinlik çəkirsə, müəllim həmin tapşırığın nümunəsini şagirdə təqdim edir. Yəni, şagird nümunəyə baxaraq, təlimata baxaraq tapşırığı yerinə yetirir. Bax, bu zamanda müəllim şagirdə hədəfə çatmaq üçün deməli bir körpü rolunu oynayır. Ancaq şagirdlər hədəfə çatdıqdan sonra, tapşırıqları özü müstəqil yerinə yetirdikdən sonra öz dəstəyini geri çəkir və bu mərhələdən sonra şagirdlər tapşırıqları sərbəst yerinə yetirirlər. Deməli, baxırıq interaktiv öyrənmənin faydaları nələrdir? Şagirdlər öyrəndiklərini, yəni interaktiv təlim zamanı şagirdlər öyrəndiklərini müxtəlif situasiyalarda və problemin həllində istifadə edə bilirlər. Bax, bu nə deməkdir? Müəllimlər, məsəl üçün, ənənəvi təhsildə şagirdlər yalnız bilik əzbərləyirdilər. Deməli, onlara lazım olmayan informasiyaları da belə əzbərləyirdilər. Yəni, ənənəvi təlim bilik əsaslı, bilik yönümlü təlim idi. Orada praktikaya, belə deyək də, daha çox önəm verilmirdi. Amma interaktiv təlimdə daha çox praktikaya önəm verilir. Yəni, tətbiqə önəm verilir. Məsəl üçün, bax, bura bir daha diqqət eləyin. Deyir, şagirdlər öyrəndiklərini müxtəlif situasiyalarda və problemlərin həllində istifadə edə bilirlər. Yəni, bir növ şagirdlər öyrəndiyini tətbiq edirlər.
Aha, aktiv öyrənmə zamanı şagirdlər öyrənmə prosesində müstəqil olurlar. Bəli, interaktiv təlim zamanı şagirdlərə seçim imkanı verilir. Şagirdlər öyrənmə prosesində müstəqil olurlar. Şagirdlər öyrəndiklərini aktiv şəkildə yenidən nəzərdən keçirə bilirlər. Bəli, şagirdlər öyrəndiklərini yenidən nəzərdən keçirirlər. Yəni bir növ öz işini dəyərləndirir, qiymətləndirir, öz işlərini refleksiya edir. İnteraktiv təlim zamanı qiymətləndirən tərəf yalnız müəllim olmur. Şagirdlər də öz fəaliyyətini qiymətləndirir. Yəni şagird həm öz fəaliyyətini qiymətləndirir, həmçində yoldaşının fəaliyyətini qiymətləndirir. Deməli, bax buna görə deməli deyirik ki, interaktiv təlim zamanı şagird öyrəndiklərini bir daha yenidən nəzərdən keçirir. Necə nəzərdən keçirə bilər? Özünü qiymətləndirən zaman nə öyrəndiyini, necə öyrəndiyini nəzərdən keçirə bilər. Həmçində öz işini refleksiya edən zamanda deməli nəzərdən keçirə bilər. Aha, interaktiv təlim şagirdin deməli həm müəllimlə, həm də digər şagird yoldaşları ilə qarşılıqlı əməkdaşlıq bacarıqlarını formalaşdırır. Deməli, interaktiv təlim zamanı həmçində belə deyək, şagirdlərdə qarşılıqlı əməkdaşlıq bacarıqları formalaşır. Deməli, bu zaman şagirdlər hər hansı bir problemin həllində deməli qarşılıqlı fəaliyyət göstərirlər. Aha, həmçində interaktiv təlim zamanı şagirdlərdə tənqidi düşünmə bacarıqları da formalaşır. Aha, deməli, interaktiv təlim mühitini yaratmaq üçün müəllim nələrə diqqət etməlidir? İlk öncə, deməli, şagirdləri dərsə cəlb etməlidir. Deməli, müəllim interaktiv təlimin tətbiqi zamanı şagirdləri dərsə cəlb etməlidir. Bundan əlavə şagirdlərə müxtəlif suallar verməli və şagirdləri müzakirələrə cəlb etməlidir. Sinifdə işçi qrupu yaratmalıdır. Şagirdlərlə bərabər müəllim də fəaliyyətə cəlb olunmalıdır. Deməli, müəllim sinifdə belə deyək, səmərəli interaktiv təlim mühiti yaratmaq istəyirsə, ilk öncə şagirdləri dərsə cəlb etmək üçün həvəsləndirməlidir. Yəni şagirdlərdə motivasiya yaratmalıdır, idrak fəallığı yaratmalıdır. Həmçində şagirdlərə suallar verməklə müxtəlif müzakirələrə cəlb etməlidir. Bundan əlavə sinifdə işçi qrupu atmosferi yaratmalıdır. Yəni belə deyək də şagirdləri əməkdaşlığa, deməli qarşılıqlı fəaliyyətə yönəltməlidir. Həmçində şagirdlərlə bərabər müəllim də fəaliyyətə cəlb olmalıdır. Yəni interaktiv təlim o demək deyil ki, müəllim şagirdləri dərsə cəlb edir, müxtəlif fəaliyyətlərə cəlb edir, özü də prosesi kənardan izləyir. Yəni interaktiv təlimin mahiyyəti bu deyil. İnteraktiv təlim zamanı müəllim də şagirdlərlə qarşılıqlı fəaliyyətə cəlb olunur. Yəni şagirdlərə düzdür seçim imkanı verilir. Şagirdlər biliyi müxtəlif şəkildə sərbəst şəkildə biliyin deməli qəbul edilməsində, əldə olunmasında sərbəst olurlar. Amma o demək deyil ki, müəllim şagirdləri dərsə cəlb edib özü prosesi kənardan izləməlidir. Xeyr, müəllim deməli dərs boyu, proses boyu şagirdlərlə qarşılıqlı fəaliyyətdə əlaqədə olmalıdır. Müəllim səmərəli interaktiv təlim mühiti yaratmaq istəyirsə, ilk öncə şagirdləri deməli dərsə cəlb etməlidir. Baxırıq deməli cəlb olunmaya baxırıq. Bəs cəlb olunma nədir? Yəni bu mərhələdə müəllim şagirdləri necə dərsə cəlb edə bilər? Ümumiyyətlə cəlb olunma nədir? Bax cəlb etmək, yəni şagirdlərdə hər hansı bir fəaliyyətə qarşı maraq oyatmaq deməkdir. Yəni şagirdlərdə idraki fəallıq yaratmaq deməkdir. Yəni bu mərhələdə müəllim şagirdlərdə dərsə qarşı bir maraq oyatmalıdır və şagirdlərdə idrak fəallığı yaratmalıdır. İdrak fəallığı nə deməkdir? Yəni şagirdlərin idraki, düşüncələri aktiv olur. Ümumiyyətlə idraki fəallıq nə deməkdir? İlk öncə ona baxaq. Bax idraki fəallıq o deməkdir ki, şagirdlər hər hansı bir məsələni düşünür, analiz edir, təhlil edir, nəticəyə gəlir, ümumiləşdirir, fikirlərini interpretasiya edir. Yəni idraki fəallıq bu deməkdir. Yəni müəllim də cəlb olunma mərhələsində şagirdlərdə idraki fəallıq yaradır. Yəni bu zaman şagirdlər düşünür, analiz edir, təhlil edir, fikirlərini ümumiləşdirir və fikirlərini belə deyək də interpretasiya edir. Yəni öz fikirlərini anladığı kimi, məlumatları anladığı kimi deməli ətrafdakılara çatdırır.
Deməli, cəlb olunma mərhələsində elə şagird ola bilər ki, dərsə aktiv şəkildə cəlb oluna bilər, amma elə şagird ola bilər ki, müəllim istəsə də ki, şagirdi dərsə cəlb etsin, ancaq şagirdin cəlb olunmasında passivlik deməli hiss oluna bilər. Bax, buna səbəb nə ola bilər? Yəni şagirdin dərsə cəlb olunmamasında səbəb nə ola bilər? Əlbəttə ki, bunun müxtəlif səbəbləri ola bilər. Məsəl üçün, şagird verilən sualı anlamaya da bilər. Yəni müəllim mövzu ilə bağlı şagirdlərə idrak fəallığı yaratmaq istəyirsə, şagirdlərə mövzu ilə bağlı problem əsaslı situasiya təqdim edə bilər və yaxud da ki, açıq tipli sual təqdim edə bilər. Əgər şagird sualı anlamayıbsa, əlbəttə ki, bu zaman şagird belə deyək də cəlb olunma mərhələsində passiv olacaq. Deməli, verilən sualı anlamayıbsa, şagird deməli dərsə cəlb olunma mərhələsində passiv olacaq. Bundan əlavə, müəllimin diqqətindən kənarda qaldıqda, bəli, əgər şagird müəllimin diqqətindən kənarda qalsa, cəlb olunma mərhələsində şagird passiv olacaq. Şagirdin ailəsində müxtəlif problemlər olanda və özünə qapanma halları olduqda, şagird cəlb olunma mərhələsində passiv olacaq. Yaxşı, bəs müəllim şagirdləri dərsə necə cəlb edə bilər? Yəni şagirdlərdə necə idrak fəallığı yarada bilər? Ümumiyyətlə, belə deyək də, dərsə cəlb etmək üçün müxtəlif strategiyalar var, müxtəlif yollar var. Müəllim mövzuya uyğun olaraq, şagirdlərin marağına, deməli, tələbinə uyğun olaraq müxtəlif strategiyalardan istifadə edə bilər. Birinci deməli, müəllim dərsin əvvəlində mövzuya uyğun olaraq problemli situasiya yarada bilər. Yəni şagirdlərə problem əsaslı sual təqdim edə bilər. İndi biz problemli situasiyaya uyğun olaraq nümunə suallarına baxırıq. Yəni problemli situasiyaya aid nümunələrə baxırıq. Görək müəllim necə problemli situasiya yarada bilər? Aha, bax şagirdlərə bu kimi sual ünvanlaya bilər. Məsəl üçün, meşələrin məhv olunması qlobal bir problemdir. Siz bu problemi aradan qaldırmaq üçün hansı addımları atarsınız? Bax, bu kimi sual, bax belə deyək də, şagirdlərdə idrak fəallığı yaradacaq. Şagirdlər bu zaman dərs prosesinə cəlb olunmuş olacaqlar və şagirdlər problemin həlli üçün müxtəlif yollar, müxtəlif strategiyalar fikirləşəcəklər və belə deyək, problemin həlli üçün müxtəlif yollar müəyyənləşdirəcəklər. Ancaq sonda problemin həllinə hansı uyğun gəlirsə, deməli həmin yoldan, belə deyək, həmin yolu problemin həlli üçün deməli istifadə edəcəklər. Aha, sonra digər deməli problemli situasiyaya baxağın. Yanğından və dəm qazından zəhərlənən insana necə kömək edə bilərsiniz? Bax, burada da deməli belə deyək də, bu sualda şagirdlərdə müxtəlif düşünmə bacarığı formalaşdıracaq. Məsəl üçün, digər nümunəyə baxağın, ictimai yerlərdə təhlükəli davranışların qarşısını necə ala bilərsiniz? Bax, burada nümunələr çoxdur, artıq nümunələrə bir-bir baxmıram. Sadəcə nümunə vermişəm ki, yəni biz bəzən deyirəm ki, mən dərsdə müəllim problemli situasiya yaratmalıdır. Bəzən müəllimlərimizə qaranlıq qalır ki, yəni problemli situasiya yaratmaq nə deməkdir? Ümumiyyətlə işləyən müəllimlər bu prosesi bilir. Bəzən miqə hazırlaşan müəllimlər burada deməli biraz çaşa bilir də ki, yəni problemli situasiya nə deməkdir? Hə, problemli situasiyada deməli uyğun olaraq nümunələr göstərdim. Aha, bax məsəl üçün bura baxağın deyir, ətrafı tullantı əşyalardan necə qoruya bilərik? Bax bu artıq belə deyək də yaranmış bir problemli situasiyadır. Şagirdlər deməli ətrafı tullantı əşyalardan necə qoruya bilər? Bax bu haqqda deməli müxtəlif araşdırma edirlər, problemin həll yolunu deməli müəyyənləşdirməyə çalışırlar. Əlbəttə ki, problemli əsaslı suallar, problemli situasiyada dedik ki, şagirdlərə idrak fəallığı yaradır. Aha, bundan əlavə deməli, müəllim şagirdləri dərsə cəlb etmək üçün maraqlı başlanğıc təqdim edə bilər. Deməli, müəllim, yəni motivasiya mərhələsi deyirik də müəllimlər, motivasiya mərhələsində və yaxud da ki, cəlb etmə mərhələsində müəllim şagirdləri dərsə cəlb etmək üçün maraqlı başlanğıc təqdim edə bilər. Maraqlı başlanğıc dedikdə nə nəzərdə tutulur? Məsəl üçün, şagirdlərin diqqətini dərsə cəlb etmək üçün belə deyək də, onlarda maraq oyatmaq üçün müəllim hər hansı bir faktı
deməli, şagirdlərə danışa bilər, hər hansı bir faktı nümunə göstərə bilər, stat təqdim edə bilər, həmçinin də düşündürücü sual deməli, şagirdlərə verə bilər və yaxud da ki, qısa lətifə ilə deməli, dərsə başlaya bilər. Deməli, maraqlı başlanğıcda nələr öz əksini tapdı? Müəllim şagirdlərdə maraq oyatmaq üçün hər hansı bir həyatdan belə deyək də, bildiyi bir faktı, mövzuya uyğun olaraq bildiyi bir faktı şagirdlərə nümunə göstərə bilər, çatdıra bilər, statlardan istifadə edə bilər, müxtəlif lətifələrdən və yaxud da ki, belə düşündürücü suallardan istifadə edə bilər. Bundan əlavə müəllim şagirdləri dərsə cəlb etmək üçün proaktiv xarakterli suallardan istifadə edə bilər. Ümumiyyətlə, proaktiv xarakterli suallar nə deməkdir? Yəni tənqidi təfəkkürü formalaşdırmağa xidmət edən suallardır. Burada da deməli, bax bu suallara da nümunə göstərmişəm. Bəli, müəllimə, beyin həmləsi iş üsulundan da istifadə edə bilər. Bax biz burada deməli müəllimlərimizdən biri belə bir sual yazıb ki, müəllim dərs belə deyək, cəlb olunma mərhələsində beyin həmləsindən istifadə edə bilərmi? Əlbəttə istifadə edə bilər. Bax müəllimə, biz burada dedik ki, cəlb etmə mərhələsində müəllim belə deyək də problemli situasiya yarada bilər. Elə beyin həmləsi iş üsulu zamanı biz belə deyək də şagirdlərə hər hansı bir problemli situasiya yaradırıq və bütün şagirdləri problemin həllinə yönəldir və şagirdlər problemin həllini belə deyək də həlli üçün ağıllarına gələn ilkin ideyaları ortaya qoyur. Ağıllarına gələn ilkin ideyaları ortaya qoyur və sonda problemin həllinə hansı yol uyğun gəlirsə, həmin yol problemin həlli üçün deməli müəyyənləşdirilir. Beyin həmləsinin həmçinin ikinci bir adı da əqli hücumdur. Yəni biz testlərdə beyin həmləsi texnikası və həmçində əqli hücum texnikası ilə rastlaşa bilərik. Yəni hər iki adla da rastlaşa bilərik. Deməli, baxırıq indi biz, bir dəqiqə. Deməli, proaktiv suallara nümunə vermişəm, baxağın. Məsəl üçün, bax, müəllim şagirdlərə belə bir sual ünvanlaya bilər ki, kompüter həyatınızı asanlaşdırıb, yoxsa çətinləşdirib? Bax, bu sualı, belə deyək, bu sual tənqidi təfəkkürü formalaşdırmağa xidmət edən sualdır. Ona görə deyirik ki, proaktiv suallar tənqidi təfəkkürü formalaşdırmağa xidmət edən sualdır. Şagird də bu sualı cavablandıran zaman öz şəxsi mövqeyini, münasibətini, fikrini ortaya qoyacaq və həmçində söylədiyi fikri əsaslandıracaq. Əgər şagird şəxsi fikrini bildirirsə və öz fikrini əsaslandırmağa çalışırsa, bu zaman bax bu kimi proseslər tənqidi təfəkkürün formalaşmasına xidmət edəcək. Və ikinci bir nümunəyə baxağın. İnsan tək başına qərar verməlidir, yoxsa qərar verəndə kiminləsə öz qərarını müzakirə etməlidir. Bax bu da görürsünüzmü? Bax bu sualda tənqidi təfəkkürü formalaşdırmağa xidmət edən sualdır. Bu suala şagirdlər müxtəlif cür cavab verəcəklər. Hərə öz beyninin məhsuluna uyğun olaraq, hərə öz təfəkkürünə, hərə öz əsaslandırmasına uyğun olaraq sualı müxtəlif cür cavablandıracaq. Məsəl üçün, elə şagird ola bilər ki, sualı belə cavablandıra bilər ki, insan tək başına qərar verməlidir. Yəni, bəli, insan özü ilə bağlı, gələcəyi ilə bağlı qərarlarını çalışıb özü tək başına verməlidir. Bu digər şagirdin cavabı ola bilər. Digər şagirdlərin cavabı isə belə ola bilər ki, yox, insan qərar verəndə tək başına qərar verməməlidir. Qərar verən zaman kiminləsə məsləhətləşmələr aparmalıdır. Kimdənsə fikir almalıdır. Yəni tək qərar verməməlidir. Bax bu cavab da digər hər hansı bir şagirdin cavabı ola bilər. Bax burada gördünüzmü ki, belə deyək də verilən cavablar bir-birinə uyğun gəlmədi. Verilən cavablar bir-birinin əksi oldu. O demək deyil ki, burada iki tərəfdən biri cavabı yanlış cavablandırdı. Xeyr, bu o demək deyil. Çünki hər insanın özünə məxsus öz fikri var. Sadəcə hərə öz fikrini bildirməli və fikrini əsaslandırmalıdır. Ona görə deyirik ki, proaktiv suallar tənqidi təfəkkürün formalaşmasına xidmət edən suallardır. Düzdür, burada cavablar üst-üstə düşməyə bilər. Şagirdlərin cavabı
şagirdlər burada fikir ayrılığı yaşaya bilər. Amma o demək deyil ki, burada deməli kimsə səhv, yanlış fikir söylədi. Aha, başqa nümunəyə baxaq. Məsəl üçün internet və sosial şəbəkələr sizin qohumlarınızla, dostlarınızla əlaqələrinizi pozub, yoxsa daha yaxşı, deməli, əlaqə yaratmağınıza təsir edib? Bax, bu sualın da cavabı müxtəlif olacaq. Dedik ki, müəllim cəlb etmə mərhələsində müxtəlif yollarla şagirdləri dərsə cəlb edə bilər. Bax, o strategiyalardan biri də odur ki, vizual alətlərlə müəllim şagirdləri dərsə cəlb edə bilər. Vizual alətlər dedikdə nə deməkdir? Yəni vizual görüntü deməkdir də. Yəni bax, burada müəllim qısa videolardan, rəsmlərdən, multimedialardan istifadə edə bilər. Bundan əlavə şəxsi təcrübəsindən istifadə edə bilər. Yəni burada şəxsi təcrübə dedikdə nələr nəzərdə tutulur? Deməli müəllim şəxsi, əlbəttə ki, mövzuya uyğun olaraq şəxsi hekayəsini danışa bilər, öz təcrübəsini, deməli, öz təcrübəsini mövzu ilə əlaqələndirə bilər. Musiqidən istifadə edə bilər, dərsin mövzusu ilə bağlı hər hansı bir musiqi parçasından da istifadə edə bilər. Aha, buzqıran strategiyalarından da istifadə edə bilər. Buzqıran strategiyasından istifadə etdikdə, bax bu zaman şagirdlər özü haqqında hansısa bir məlumatı yoldaşları ilə paylaşır. Ümumiyyətlə, buzqıran strategiyaları deməli nədir? Bax, buzqıran strategiyasını müəllim dərsinin əvvəlində buzqıran strategiyasından istifadə etməlidir. Bu strategiyanın mahiyyəti nədir? Əgər müəllim bu strategiyadan istifadə etsə, bax şagirdlər arasında olan soyuq münasibətlər buz kimi ərimiş olacaq və nəticəsində şagirdlər arasında deməli isti bir münasibət, əlaqə formalaşacaq. Yəni bu strategiyadan istifadə etdikdə şagirdlər bir-birini daha yaxşı tanıyır, həmçinin də müəllim də şagirdlərini daha yaxşı, yaxından tanımış olur. Əlbəttə ki, bu tanışlıqdan sonra şagirdlərin arasında isti münasibətlər formalaşacaq. Düzdür, bu bir strategiya olaraq yenə deyirəm, ilin əvvəlində də buzqıran strategiyasından istifadə etmək olar. Həmçinin məsəl üçün sinifimizə yeni şagird gəldikdə də belə, bax müəllim şagirdi tanımaq üçün və yaxud da ki, digər şagirdlərin təzə gələn şagirdi tanıması üçün, bax o belə deyək də, bu məqsədlə də buzqıran strategiyasından istifadə edə bilər. Həmçində dedik ki, dərsin cəlb olunma mərhələsində də müəllim buzqıran strategiyasından istifadə edə bilər. Bundan əlavə deməli cəlb olunma mərhələsində bax müəllim dərsin məqsədini müəyyənləşdirməlidir. Yəni dərsin məqsədini müəyyənləşdirməli və şagirdlərə dərsin məqsədini çatdırmalıdır. Aha, bax bu da şagirdlərdə bir idrak fəallığı yaradacaq. Sonra müxtəlif texnologiyalardan istifadə edə bilər. Yəni müxtəlif texnologiyalardan, belə deyək, resurslardan istifadə edə bilər. Hərəkətlərdən istifadə edə bilər. Məsəl üçün fiziki fəaliyyətlərdən və yaxud da ki, hərəkətlərdən istifadə edə bilər. Bax belə deyək də, bax hərəkətlərdən istifadə etmək nə deməkdir? Yəni müəllim bu mərhələdə şagirdləri hər hansı bir müxtəlif fəaliyyətlərə cəlb edə bilər. Məsəl üçün rol oyunlardan, simulyasiyalardan istifadə edərək şagirdlərin diqqətini dərsə cəlb edə bilər. Bax bir də cəlb olunma mərhələsində müəllim deyir həvəs göstərməlidir. Yəni bu nə deməkdir? Yəni deyir dərs prosesində müəllim həvəslə yanaşmalıdır. Əgər müəllim özü dərs prosesinə həvəslə yanaşsa, bax bu zaman şagirdlər də deməli dərsə həvəslə yanaşacaq. Çünki deyir, bax belə deyək də münasibət yolxucu xarakter daşıyır. Yəni həqiqətən də münasibətlər yolxucu xarakter daşıyır. Əgər şagirdlər hiss etsə ki, müəllim bu mərhələdə özü dərsə həvəssizdir, bax belə deyək də, bir növ müəllimin həvəssiz olması bir virus olaraq şagirdlərə deməli keçəcək. Artıq şagirdlər görsə ki, müəllim bu mərhələdə özü dərsə həvəs göstərmir, müəllim həvəssizdir və bu bir növ yolxucu xəstəlik kimi şagirdlərə də öz təsirini göstərəcək. Deməli, ilk öncə müəllim özü dərsə həvəsli olmalıdır ki, şagirdləri də deməli dərsə cəlb edə bilsin.
və əyani vəsaitlərdən istifadə edə bilər. Hekayə oxumaqla şagirdləri dərs prosesinə cəlb edə bilər. Məsəl üçün, hər hansı bir o hekayəni oxumamışdan əvvəl şagirdlərin diqqətinə çatdıra bilər ki, uşaqlar, mən mətn oxuyacağam və mətnlə bağlı, sonra belə deyək də, mətnlə bağlı, mətni qurtardıqdan sonra sizə mətnlə bağlı müxtəlif tipli suallar verəcəm. Bax bu zamanda əlbəttə ki, şagirdlər bu prosesi bildikdən sonra, deməli, şagirdlər diqqətlə, deməli, mətni dinləyəcəklər. Və yaxud da ki, mətni oxunmamışdan əvvəl müəllim şagirdlərə çatdıra bilər ki, mətndə müəyyən, belə deyək, boşluqlar olacaq. Bax, siz mətndə həmin boşluqları tamamlamalısınız. Əlbəttə ki, burada da, bu zamanda şagirdlərin diqqəti müəllimdə olacaq və elə o boşluğu tamamlamaq da şagirdlərdə bir idrak fəallığı yaratmış olacaq. Deməli, biz cəlb olunmadan danışdıq. İndi baxırıq refleksiyaya. Görək refleksiya nə deməkdir? Refleksiya artıq başa çatmış prosesin şuurda inikasıdır. Refleksiya zamanı şagirdlər düşüncələrindən, dünya görüşlərindən, idraki proseslərindən xəbərdar olur və bunu başqaları ilə bölüşürlər. Bax, bir sözlə, refleksiya zamanı hər bir şəxs öz düşüncəsinə, əməlinə, həyata və dünyaya baxışına, baxış tərzinə kənardan baxır. Yəni, bir insan öz işini, öz fəaliyyətini, öz düşüncəsini, əməlini, dünya görüşünü refleksiya edəndə bir növ öz fəaliyyətinə, belə deyək, kənardan baxır, kənardan izləmiş olur. Deməli, refleksiya nə oldu? Refleksiya artıq başa çatmış prosesin şuurda inikasıdır. Yəni, hər hansı bir proses başa çatdıqdan sonra şagirdlər öz işini refleksiya edir, analiz edir, təhlil edir. Refleksiya zamanı şagirdlər düşüncələrindən, öz dünya görüşlərindən, idraki proseslərdən xəbərdar olur və bunu başqaları ilə bölüşürlər. Deməli, müəllim şagirdlərin refleksiya bacarıqlarını inkişaf etdirməlidir. Həmçində şagirdlərə refleksiyanın necə aparılmasına uyğun olaraq nümunələr göstərməlidir. Və dərs planında refleksiyaya yer ayırmalıdır. Demək ki, necə refleksiya etmək lazımdır? Bax, bunu müəllim nümunə olaraq şagirdlərə göstərməlidir. Yəni, şagirdlərdə refleksiya etmək bacarığını şagirdlərdə formalaşdırmalıdır. Həmçində gündəlik planlaşmasında, deməli, refleksiya üsullarına yer ayırmalıdır. Ümumiyyətlə müəllimlər, bax, refleksiya etmək həm şagird üçün faydalıdır, həm də müəllim üçün faydalıdır. Refleksiya deyirik etmək müəllim üçün effektivdir. Yaxşı, nə üçün bax deyirik ki, müəllim üçün effektivdir? Çünki refleksiya etməklə müəllim planlaşdırdığı dərsin nə dərəcədə uğurlu olduğunu müəyyənləşdirir. Müəllim, yəni refleksiya, belə deyək, bugünkü işini refleksiya etdikdə, şagirdləri refleksiya üsuluna, strategiyalarına cəlb etdikdə, bax bu zaman müəllim planlaşdırdığı dərsin nə dərəcədə uğurlu olub-olmadığını müəyyənləşdirir. Təlim məqsədlərinin nə dərəcədə reallaşdığını müəyyənləşdirir. Görək qoyulmuş təlim məqsədlərinə şagirdlər nə dərəcədə yiyələndilər və yaxud da ki, yiyələnmədilər. Fəaliyyətlərin nə dərəcədə effektiv olduğunu müəyyənləşdirir. Və həmçinin növbəti dərsi planlaşdırarkən nələrə diqqət yetirmək lazım olduğunu da müəyyən edir. Demək ki, refleksiya etmək həm müəllim üçün faydalıdır, həmçində şagird üçün də faydalıdır. Deməli, refleksiya edən zaman şagirdlərdə tənqidi düşüncə bacarıqları formalaşır. Əgər bir insan öz işini, öz əməyi, öz fəaliyyətini, düşüncəsini əgər analiz edirsə, təhlil edirsə, bax, demək ki, həmin insanda tənqidi təfəkkür formalaşıb. Refleksiya prosesində şagirdlər nə üçün, yəni nə üçün öyrənirəm və necə öyrənirəm sualına cavab axtarırlar. Refleksiya etməklə şagird öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmüş olur. Deməli, refleksiya edən zaman şagird öyrəndiklərini qısa müddətli yaddaşdan, qısa müddətli yaddaş nə deməkdir? Qısa müddətli yaddaş o deməkdir ki, yəni insan öyrəndiyini qısa bir müddətdən sonra unudur. Amma uzun müddətli yaddaş o deməkdir ki, şagird öyrəndiyini tətbiq edir və bu zamanda şagirddə uzun müddətli yaddaş yaranır. Yəni uzun müddət öyrəndiyini yadında saxlaya bilir. Deməli, refleksiya zamanı da şagird öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaş aparır.
Həmçinin də özünün inkişafı barədə məlumatlı olur, irəliləyişlərini monitorinq edir. Yəni şagird özünü qiymətləndirir, özünü monitorinq edir və növbəti addımlarını dəqiqləşdirir. Yəni növbəti addımlarını dəqiqləşdirmək odur ki, yəni növbəti addımda, növbəti dərsdə hansı strategiyalardan istifadə etsə daha yaxşı öyrənə bilər. Aha, deməli refleksiya həm dərs zamanı, həm də dərsin sonunda aparıla bilər. Deməli, motivasiya dərsin məntiqi girişini təmin edir. Refleksiya isə dərsin məntiqi sonunu təmin edir. Deməli, motivasiya dərsin məntiqi girişini, refleksiya isə dərsin məntiqi sonluğunu təmin edir. İndi baxırıq refleksiya üsullarına. Baxırıq, görək refleksiya üsulları hansılardır. Biz dedik ki, şagirdlərdə refleksiya etmək bacarığını formalaşdırmaq lazımdır və refleksiya zamanı da müxtəlif üsullardan, strategiyalardan istifadə etmək lazımdır. Bax, o üsullardan biri şəxsi jurnaldır. Görək şəxsi jurnal nə deməkdir? Burada şagirdlər, yəni şəxsi jurnalda şagirdlər həftəlik olaraq təcrübələrini, öyrəndiklərini, həmçində vacib məqamları şəxsi jurnalda qeyd edirlər və bu jurnallar, yəni şagird öz şəxsi jurnalını müntəzəm olaraq müəllimlə paylaşa bilər. Deməli şəxsi jurnalda şagird nəyi qeyd edir? Həftəlik olaraq öyrəndiklərini, təcrübələrini, deməli vacib məqamları jurnalda qeyd edir və müntəzəm şəkildə də deməli bu jurnalı müəllimlə paylaşa bilir. Həmçində şəxsi jurnalda şagird öz qeyd etdiyi informasiyalara əsasən, məlumatlara əsasən əvvəlki və hazırki fəaliyyətini müqayisə edir. Yəni əvvəl necə idim, indi necə idim? Yəni bir növ şagird öz işini təhlil edir, analiz edir. İkinci strategiya olacaq müzakirələr. Bax, müzakirə nə deməkdir? Yəni şagirdlər burada müzakirə zamanı öyrəndiklərini bir-biri ilə bölüşürlər. Yəni belə deyək də, nə öyrəndilər, necə öyrəndilər, bunu bir-biri ilə bölüşürlər. Bax, məsəl üçün deyir ki, problem həll edən zaman şagirdlər öz işlərini refleksiya etdikdə problemin həlli üçün istifadə etdikləri strategiyaları, qurduqları beyin xəritələrini bir-biri ilə bölüşürlər. Yəni problemin həlli üçün hərə bir strategiya müəyyənləşdirir. Hərə bir problemin həlli üçün beynində belə də bir beyin xəritəsi qurur. Bax, şagirdlər problemin həll yollarını bir-biri ilə bölüşəcək və problemin həlli üçün qurduqları beyin xəritələrində bir-biri ilə bölüşmüş olacaqlar. İkinci bir strategiya olacaq müsahibə. Deməli, müsahibə nədir? Müsahibəni həm müəllim, həmçində şagirdlər bir-birindən müsahibə götürə bilərlər. Yəni müsahibə strategiyasından istifadə etdikdə həm müəllim şagirdlərdən, həm də şagirdlər bir-birindən müsahibə ala bilərlər. Müsahibə üçün müəllim ayrıca vaxt müəyyənləşdirə bilər. Yəni bu sinif günü də ola bilər və yaxud da ki, dərsinin müəyyən bir vaxtında da deməli müəllim şagirdləri müxtəlif deməli dialoqlara cəlb edə bilər. Bu zaman müsahibə zamanı şagirdlər öyrəndiklərini gələcəkdə necə tətbiq edə biləcəkləri haqqında bir-birinə müxtəlif fikirlər bildirə bilərlər. Deməli dedik ki, müsahibə strategiyası zamanı həm müəllim şagirdlərdən müsahibə ala bilər, həmçində şagirdlər bir-birindən müsahibə ala bilərlər. Bax, müsahibə strategiyasının həyata keçməsi üçün müəllim ayrıca vaxt müəyyənləşdirə bilər. Yəni sinif gününün və yaxud da ki, dərs ilinin müəyyən bir vaxtında deməli şagirdləri dialoqa, yəni qarşılıqlı dialoqa, müsahibəyə cəlb edə bilər. Bu zaman şagirdlər öyrəndiklərini gələcəkdə necə tətbiq edə biləcəkləri haqqında bir-birinə fikir bildirə bilərlər. Refleksiya üsullarından biri də sorğu vərəqidir. Bax, sorğu vərəqi nə deməkdir? Sorğu vərəqi nə deməkdir? Bax, burada sorğu vərəqində müxtəlif suallar deməli öz əksini tapır. Hansı suallar? Nümunələrə baxağın. Məsəl üçün, öz fəaliyyətini əks etdirən hansı strategiyalardan istifadə edirsən? Yəni, müəllim şagirdlərə bu kimi suallar, belə deyək də, sorğu vərəqində bu kimi suallar öz əksini tapır və şagirdlər sualları cavablandırmalıdırlar. Suallar hansılar oldu? Öz fəaliyyətini əks etdirən hansı strategiyalardan istifadə edirsən? Anlamanı hansı üsulla yoxlayırsan? Məsəl üçün, bax, bu sualı verməkdə müəllimin belə deyək də, məqsədi nədir? Deyir, anlamanı hansı üsullarla yoxlayırsan? Şagird deməli, oxuduğunu
deməli də oxuduğunu anlamalıdır. Yaxşı oxuduğunu anlamaq üçün hansı strategiyalardan istifadə edirsə, bax belə deyək də, bu sorğu vərəqində bu sualı belə deyək, ətraflı cavablandırmalıdır. Sonra bölmənin əvvəlində müəyyənləşdirdiyin öyrənmə məqsədinə çatmısanmı? Yəni şagird görək bölmənin əvvəlində hansı deməli məqsədi müəyyənləşdirmişdi, görək bölmənin sonunda müəyyənləşdirdiyi nəticəyə çatdı və yaxud da ki, çatmadı. İkinci yarım ildə birinci yarım ildən nəyi fərqli etməyi planlaşdırırsan? Bax, bu kimi deməli suallar sorğu vərəqində öz əksini tapar. Burada deməli məqsəd nədir? Burada məqsəd odur ki, şagird öz fəaliyyətini bir növ belə deyək, nəzərdən keçirsin, gözdən keçirsin, öz öyrənmə strategiyasını qiymətləndirsin, təhlil etsin. Aha, indi baxırıq cümlə kökləri, deməli üsuluna baxırıq. Cümlə kökləri nədir? Bu üsul digərlərindən fərqlənir. Aha, bax burada şagirdlərə hazır ifadələr verilir. Şagirdlər düşünməyə və danışmağa cəlb olunurlar. Bax burada sorğu vərəqində də suallar öz əksini tapır. Cümlə köklərində də suallar öz əksini tapır. Amma buradakı suallar bir-birindən fərqlidir. Məsəl üçün buradakı verilən sualı şagirdlər cavablandırmalıdır. Amma cümlə köklərində elədir ki, şagirdlərə hazır cümlələr verilir, şagird cümləni özlərinə uyğun tamamlayır. Burada şagirdə cümlələr sual şəklində verilir, şagirdlər sualı cavablandırır. Amma cümlə köklərində şagirdlərə belə suallar hazır formada təqdim olunur. Sadəcə şagirdlər cümləni özlərinə uyğun tamamlamalıdırlar. Məsəl üçün baxırıq, deməli bura baxırıq, deməli deyir bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar nə oldu? Bax görürsüz burada artıq şagirdə hazır cümlə verilir. Şagird özünə uyğun olaraq cümləni, fikir tamamlamalıdır. Məsəl üçün bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar nə oldu? Şagirdin tətbiq etdiyi bacarıqlar nə oldusa, onu deməli boş buraxılan hissəyə yazılmalıdır. Mənə mövzu ilə bağlı qaranlıq qalan, əgər şagirdə mövzu ilə bağlı nəsə qaranlıq qalan məqam varsa, bax buraxılmış deməli boşluqda həmin məqamı qeyd edir. Gələn dərs üçün öyrənmə məqsədim. Əgər şagirdin gələn dərs üçün öyrənmə məqsədi varsa, qarşısına məqsəd qoyubsa, bax deməli öz fikrinə uyğun olaraq boşluğu tamamlamalıdır. Deməli refleksiyanın digər bir üsulu olacaq qiymətləndirmə. Qiymətləndirmə nədir? Şagirdlər işlərini, yəni hər bir şagird öz işini, öz öyrənməsini qiymətləndirir. Biz buna özünü qiymətləndirmə deyirik də. Deməli, özünü qiymətləndirmə zamanı şagirdlər öz işini, öz fəaliyyətini qiymətləndirir və şagird öz işini qiymətləndirəndə şagirdlərdə metakognitiv bacarıqlar, metakognitiv düşüncə inkişaf etmiş olur. Yəni metakognitiv bacarıq formalaşır. Bundan əlavə deməli digər bir üsul olacaq çıxış biletləri. Çıxış biletləri nədir? Deməli çıxış bileti şagirdlər daha çox gündəlik keçdiklərini refleks edirlər. Yəni çıxış biletindən şagirdlər nə vaxt, nə zaman istifadə edir? Daha çox gündəlik keçdiklərini deməli refleksiya edirlər. Burada müəllim deməli bir və ya bir neçə sualı şagirdlərə təqdim edir, şagirdlər sualları cavablandırır. Burada da yenə suallar öz əksini tapır. Deməli suallara baxağın, çıxış biletində hansı suallar öz əksini tapa bilər? Güclü və zəif tərəflərim hansılar idi? Bax şagird burada proses boyu şagirdin zəif və güclü tərəfləri hansıdırsa, şagird deməli suala uyğun olaraq belə deyək də fikrini qeyd etməlidir. Növbəti dərsdə nəyə diqqət etməliyəm? Şagird deməli növbəti dərsdə nəyə diqqət etməlidirsə, onu deməli qeyd etməlidir. Mən inkişaf etmişəmmi və nələrin üzərində hələ də çalışmalıyam? Dərsdə aktivliyim necə idi? Bax bu kimi deməli çıxış biletində bu kimi suallar deməli öz əksini tapa bilər. Müəllimlər əlbəttə ki, bunlar bir nümunədir də. Yəni mənim bax burada öz əksini tapan suallar bir nümunədir. Yəni hər bir müəllim belə deyək, refleksiya zamanı müxtəlif suallardan istifadə edə bilər. Deməli, bundan əlavə nə deyə bilərik? Çıxış bileti üçün 3-2-1 strategiyasından da istifadə etmək mümkündür. Ümumiyyətlə 3-2-1 strategiya həm iş üsuludur, həm bir iş üsuludur.
və müəllim formativ qiymətləndirmə zamanı da 3-2-1 iş üsulundan istifadə edə bilər. Həmçinin də refleksiya zamanı da 3-2-1 strategiyasından istifadə edə bilər. Deməli, bax, burada da elə qeyd eləmişəm, bu həm formativ qiymətləndirmə üsulu kimi, həm də refleksiya etmək üçün əlverişlidir. Həmçində 3-2-1 strategiyası, bax, belə deyək də, iş üsulu kimi də istifadə edilir. Deməli, bax, burada çıxış biletində, deməli, nələr öz əksini tapır? Şagird öyrəndiyi 3 bu gün, yəni dərsdə şagird öyrəndiyi 3 məsələni qeyd edir. Yəni, mən bu dərsdə nəyi öyrəndim? Onu qeyd edir. Sonra şagirdə maraqlı gələn 2 məsələni, deməli, belə deyək, çıxış biletində qeyd edir. Ancaq şagirdin anlamadığı, şagirdə qaranlıq qalan bir sualı da, deməli, orada qeyd edir. Deməli, çıxış biletində nələr öz əksini tapır? Çıxış bileti hansısa strategiyaya əsaslanır? Şagird dərs boyu öyrəndiyi 3 məsələni qeyd edir. Ona maraqlı gələn 2 məsələni, həmçində anlamadığı, şagirdə qaranlıq qalan bir məsələni qeyd edir. Deməli, bax, müəllim dərsin interaktivliyini təmin etmək üçün düzgün sual-cavab prosesi də təşkil etməlidir. Deməli, müəllim dərsin interaktivliyini təmin etmək üçün düzgün sual-cavab prosesindən istifadə etməlidir. Ümumiyyətlə, sual-cavab prosesi nə üçün lazımdır? Bax, sual-cavab prosesində bütün şagirdlər dərsdə aktiv olur. Bütün şagirdlər dərsdə aktiv olur. Sual-cavab prosesi zamanı şagirdlər qarşılıqlı öyrənirlər və bundan başqa şagirdlərdə digər bacarıqlar da formalaşır. Məsəl üçün, dinləmə, ünsiyyət kimi bacarıqlar da şagirdlərdə formalaşır. Sual-cavab vasitəsilə müəllim, deməli, müxtəlif suallarla şagirdləri dərsə cəlb edir. Deməli, sual-cavab prosesinin vasitəsilə müəllim şagirdləri dərsə cəlb edir. Yəni, belə deyək də, biz dərsin cəlb etmə mərhələsini xatırlayağın motivasiya mərhələsi deyirik. Həmçinin cəlb etmə, müəllimlər, çox xahiş edirəm, mikrofonu bağlayağın. Deməli, cəlb etmə mərhələsində də müəllim, deməli, digər suallar, müxtəlif suallar verməklə şagirdləri dərs prosesinə cəlb edə bilər. Bundan əlavə sual-cavab prosesi zamanı müəllim dərindən öyrənməni də təmin edir. Həmçinin sual-cavab prosesi vasitəsilə, suallar vasitəsilə şagirdləri də qiymətləndirir. Sual-cavab prosesi zamanı, deməli, şagirdlərin həmçində tənqidi düşüncələri, deməli, inkişaf edir, şagirdlərdə idraki proseslər aktivləşir. Ümumiyyətlə, yəni, bax, deyirik ki, sual-cavab prosesi zamanı şagirdlərin tənqidi düşüncələri inkişaf edir. Niyə şagirdlərin tənqidi düşüncələri inkişaf edir? Biz bunu nəyə əsasən deyə bilərik? Çünki sual-cavab prosesinin təşkili zamanı biz şagirdlərə müxtəlif suallar ünvanlayırıq. Şagirdlər də sualları özlərinə məxsus olaraq cavablandırırlarsa, deməli, hərə öz şəxsi fikrini, ideyasını ortaya qoyursa, sualları cavablandırırsa, əlbəttə ki, bu zaman şagirdlərdə tənqidi təfəkkür bacarığı da formalaşmış olur. Həmçində şagirdlərdə idraki proseslər aktivləşir. İdraki proseslər nədir? Yəni, şagirdlərdə, belə deyək də, idraki proseslər dedikdə hansı proseslər nəzərdə tutulur? Məsəl üçün, şagirdlərin düşünməsi, analiz etməsi, təhlil etməsi, mövzunu, informasiyanı anlaması, emal etməsi, bax, bu kimi, deməli, proseslər idraki proseslər adlanır. Əlbəttə ki, sual-cavab prosesi zamanında şagirdlər informasiyalar emal edir, analiz edir, təhlil edir. Sual-cavab prosesindən müəllim bəs hansı məqsədlər üçün istifadə edə bilər? Bax, biz belə deyək də, dedik ki, müəllim dərsin interaktivliyini təmin etmək üçün düzgün sual-cavab prosesi təşkil etməlidir. Yaxşı, və həmçində sual-cavab prosesinin müsbət tərəflərindən danışdıq. Yəni, sual-cavab prosesindən istifadə etdikdə şagirdlər öyrənirlər, şagirdlərdə tənqidi düşüncə bacarıqları formalaşır dedik. Bundan əlavə şagirdlərdə ünsiyyət, əməkdaşlıq kimi bacarıqlar formalaşır. İndi baxırıq, bəs sual-cavab prosesindən müəllim hansı məqsədlər üçün istifadə edə bilər? Şagirdlərin təlim prosesinə cəlb etmək üçün, şagirdlərin yaddaşını və anlamasını yoxlamaq üçün, şagirdin mövzu barəsində fikrini öyrənmək üçün, şagirdlə fikrini digər yoldaşları ilə bölmək üçün, birgə öyrənmə mühiti yaratmaq və mühazirə tipli dərslərdən yayınmaq üçün, deməli, bax, müəllim sual-cavab prosesindən istifadə edə bilər. Həmçində şagirdləri yuxarı təfəkkür səviyyəsinə çatdırmaq üçün müəllim sual-cavab prosesindən istifadə edə bilər. Deməli, müəllim
Sual-cavab prosesindən dərs boyu hansı məqsədlər üçün istifadə edə bilər? Şagirdləri təlim prosesinə cəlb etmək üçün, yəni dərsin istənilən mərhələsində şagirdlərə sual verməklə müəllim şagirdlərin diqqətini dərsə cəlb edə bilər. Şagirdlərin yaddaşını, anlamasını yoxlamaq üçün, yəni bu gün şagirdlər keçdiyimiz mövzunu nə dərəcədə anladı? Əlbəttə ki, biz belə deyək də, şagirdlərin anlamasını necə müəyyənləşdirə bilərik? Əlbəttə ki, müxtəlif suallar verməklə şagirdlərin anlamasını müəyyənləşdirə bilərik. Şagirdin mövzu barədə fikrini öyrənə bilərik. Görək şagird mövzu barədə, şagirdin mövzu barədə ilkin məlumatları var və yaxud da ki, yoxdur. Şagirdlərə fikrini digər yoldaşları ilə bölüşmək üçün, yəni belə deyək də, bax interaktiv dərs zamanı şagirdlər daha çox birgə öyrənirlər, daha çox əməkdaşlıq əsasında öyrənirlər və bu zamanda şagirdlər deməli fikirlərini digər yoldaşları ilə də bölüşürlər. Birgə öyrənmə mühiti yaratmaq üçün, həmçində mühazirə tipli dərslərdən yayınmaq üçün deməli müəllim sual-cavab prosesindən istifadə edə bilər. Bəs yaxşı, sual-cavab prosesini effektiv şəkildə təşkil etmək üçün müəllim nələrə diqqət yetirməlidir? Bax, biz sual-cavab prosesinin təşkilindən danışdıq, deməli, şagirdə göstərdiyi müsbət təsirindən də danışdıq. Həmçində müəllim nə məqsədlə hansı məqsədlərlə sual-cavab prosesindən istifadə edə bilər? Bundan da danışdıq. Bəs müəllim belə deyək, düzgün, effektiv sual-cavab təşkil etmək üçün hansı məqamlara diqqət yetirməlidir? Deməli, sualları əvvəlcədən hazırlamalıdır. Əlbəttə ki, müəllim dərsini planlaşdıran zaman, belə deyək, əgər sual-cavab prosesini təşkil edəcəyini düşünürsə, deməli, bax bu zaman deməli sual-cavab prosesində istifadə ediləcək sualları əvvəlcədən hazırlamalıdır. Həmçinin də hazırlanan suallar Bloom'un idrak taksonomiyasının mərhələlərinə uyğun hazırlanmalıdır. Yəni asandan çətinə doğru deməli belə deyək də sualların çətinlik dərəcəsi asandan çətinə doğru hazırlanmalıdır. Yəni belə deyək də yalnız aşağı təfəkkür səviyyəsini əks etdirməli deyil. Hazırlanan suallar həm aşağı, həm də yuxarı təfəkkür səviyyəsinə uyğun hazırlanmalıdır. Sual-cavab deməli prosesi zamanı müəllim müxtəlif suallardan istifadə edə bilər. Müxtəlif suallar, yəni belə deyək, həm açıq, həm də qapalı tipli suallardan istifadə edə bilər. Sual-cavab prosesi zamanı müəllim şagirdlərə gözləmə vaxtı verməlidir. Yəni şagirdlərə sual vermiş isə şagirdlərə təxminən 10-30 saniyə gözləmə vaxtı verməliyik ki, şagird belə deyək, sualı cavablandıra bilsin. Nə üçün gözləmə vaxtı verməliyik? Bax, sinifdə elə şagird var ki, belə deyək də, yaxşı oxuyan şagird deyək və yaxud da ki, təlim nailiyyəti yüksək olan şagirdlər onlara ünvanladığımız sualları tez cavablandıra bilir. Amma digər şagirdlər, elə şagirdlər var ki, onlar deməli sualı ani moment tez cavablandırmaqda çətinlik çəkirlər. Sualı cavablandırmaq üçün düşünməlidirlər. Bax bu deməli sualı tez cavablandırmaqda çətinlik çəkən şagirdləri nəzərə almaq lazımdır və şagirdlərə 10-30 saniyə gözləmə vaxtı vermək lazımdır. Və bu zaman müəllim şagirdlərə gözləmə vaxtı verirsə, bax bərabər imkanları nəzərə almış olur. Bərabər imkanlarda nələr öz əksini tapırdı? Deyirdi ki, müəllim bütün şagirdlərin səviyyəsinə uyğun olaraq şagirdlərə yanaşmalıdır. Həmçinin sual-cavab prosesində də, qiymətləndirmə meyarlarında da, tapşırıqların hazırlanmasında da, yəni hər bir mərhələdə müəllim bərabər imkanları nəzərə almalıdır. Hər bir şagirdin səviyyəsinə uyğun olaraq şagirdə yanaşmalıdır. Bundan əlavə deməli şagirdlərin bir-birinə sual verməsinə şərait yaratmalıdır. Bax belə deyək də, sual-cavab prosesi elə bir prosesdir ki, burada müəllim də şagirdlərə sual ünvanlaya bilər. Şagirdlər də müəllimə sual ünvanlaya bilərlər. Həmçində şagirdlər də bir-birinə sual ünvanlaya bilərlər. Yəni müəllim bax bu prosesi deməli nəzərə almalıdır. Yəni buna şərait yaratmalıdır ki, şagirdlər bir-birinə də sual versinlər, həmçinin müəllimə də sual ünvanlasınlar. Bundan əlavə formativ qiymətləndirmə zamanında müəllim deməli sual-cavab prosesindən, suallardan istifadə edə bilər. Sual-cavab prosesi zamanı müəllim şagirdlərə pozitiv rəy bildirməlidir. Yəni şagirdə sual ünvanlayırıq. Şagird sualı səhv cavablandırsa da belə, düzgün cavablandırsa da belə, müəllim şagirdin deməli cavabına o
o dəqiqə fikir bildirməli deyil. Məsəl üçün, sənin sualın səhvdir, sənin sualın doğrudur. Bax, bu kimi yanaşmaq anında deməli şagirddən gələn cavabı qiymətləndirmək və fikir bildirmək doğru yanaşma deyil. Şagirdin belə deyək də, şagird suala səhv cavab versə də, düzgün cavab versə də, müəllim motive edici rəydən istifadə etməlidir. Yəni səhv cavablandırsa da belə, şagirdin deməli səhv sual cavabına belə pozitiv yanaşmalıdır. Şagirdi yönəltməlidir ki, şagird o sualın düzgün cavabını özü aşkara çıxartsın. Deməli, müəllim bəs şagirdlərdən gələn sualları necə cavablandırmalıdır? Bax, biz dedik ki, sual-cavab prosesi zamanı deməli şərait yaratmaq lazımdır ki, həm şagirdlər bir-birinə sual ünvanlasınlar, həm müəllim şagirdlərə deməli sual ünvanlaya bilər, həm də proses zamanı şagirdlərin də müəllimə müxtəlif sualları ola bilər. Bəs bu zaman müəllim şagirdlərdən gələn sualları necə cavablandırmalıdır? Bunun üçün müəyyən strategiyalar var. Bax, həmin strategiyalara əsasən müəllim şagirdlərdən gələn sualı cavablandıra bilər. Dərsin vaxtına az qalıbsa, şagird müxtəlif sual verirsə və bu zaman dərsin vaxtına az qaldığı üçün müəllim deməli həmin sualı cavablandıra bilər. Çünki dərsin vaxtına az qalıb və bu zaman vaxt olmadığı üçün müəllim sualı cavablandıra bilər. Bu olacaq bir strategiya. Başqa bir strategiya o olacaq ki, deməli, şagirddən gələn sualı çalışmaq lazımdır ki, şagirdin özü tapsın. Və yaxud da ki, şagirddən gələn sualın belə deyək də, müəllim cavablandırmamışdan əvvəl bütün sinifə yönəldə bilər. Bütün sinifə yönəldə bilər ki, sualın cavabını sinif birlikdə deməli sualın cavabını belə deyək də, sinifdəki şagirdlər özləri cavablandırsınlar. Bax, bu belə deyək də, çox effektiv bir addımdır. Çünki bu zaman bax bu strategiya şagirdlərin müəllimdən asılılığını azaldacaq. Deməli, şagird müəllim çalışmalıdır ki, şagirddən gələn sualı özü cavablandırmamışdan əvvəl deməli bütün sinifə yönləndirsin. Bu həm şagirdlərin müəllimdən asıllığını azaldacaq, həm də onların, yəni şagirdlərin müstəqil düşünməsinə şərait yaradacaq. Digər bir üsul isə şagird sualı verdikdə həmin sualı şagirdin özünün cavablandırılmasını istəyə bilərik və bunun üçün şagirdləri müxtəlif resurslara da yönəldə bilərik ki, yəni şagird hansısa resurslardan istifadə edərək sualın cavabını özü tapsın. Əgər bir sual hazırki mövzu ilə əlaqəli deyilsə, məsəl üçün müəllim onun cavabını müəyyən vaxta qədər təxirə sala bilər. Yəqin ki, hər bir müəllim rastlaşıb da bu deməli situasiya ilə. Bəzən mövzu qalır kənarda. Şagirdlər başqa bir mövzudan, başqa bir dərslə, mövzu ilə əlaqəsi olmayan suallar da verə bilirlər sual-cavab prosesində. Bax, bu zaman, yəni verilən sual hazırki mövzu ilə əlaqəli deyilsə, müəllim həmin sualın cavabını müəyyən vaxta qədər təxirə sala bilər. Yəni təxirə sala bilər. O demək deyil ki, müəllim bu sualın cavabını heç vaxt cavablandırmalı deyil. Müəyyən vaxta qədər təxirə sala bilər, ancaq sonda, yəni növbəti dərslərdə həmin sualın cavabını şagirdlərə açıqlaya bilər. Yaxşı, sual-cavab prosesinin təşkili zamanı bəs müəllim özü sualın cavabını bilməsə nə etməlidir? Əgər müəllim sualın cavabını bilmirsə, bax, hələ bilmədiyini deyib, dərsdən sonra sualı ətraflı araşdırıb, növbəti dərsdə şagirdlərə cavabı bildirəcəyini deyə bilər. İlk baxışdan belə bir situasiya yaradır ki, əgər müəllim belə bir addım atsa, şagirdin yanında müəllimin nüfuzu aşağı düşmüş olacaq. Bu da doğru olmaz. Amma bu belə deyil. Yəni, bu zaman əgər müəllim şagirdə bildirir ki, mən də hələ sualın cavabını bilmirəm, sualın cavabını axtarıb, araşdırıb, növbəti dərsdə sizə bildirəcəm. Əgər belə deyirsə, bu zaman müəllimin nüfuzu şagirdin yanında aşağı düşmüş olmur. Əksinə şagirdlər fikirləşir ki, demək ki, bax müəllim də nələrisə bilmir, axtarır, araşdırır. Demək ki, müəllim də hər zaman öyrənmə prosesindədir. Hər zaman axtarır, öyrənir. Biz də deməli bilmədiyimiz nələrsə varsa, biz də axtararaq, araşdıraraq, müzakirə edərək öyrənə bilərik. Yəni belə deyək də, bir növ bu şagirdə stimul verə bilər.
şagird düşünə bilər ki, demək ki, müəllimin də hələ bilmədiyi nələrsə varsa, bizim də hal-hazırda bilmədiyimiz məqamlar var. Demək ki, biz də axtararaq, araşdıraraq biz də deməli öyrənə bilərik. Yəni belə deyək də, şagirdlər artıq bilirlər ki, belə fikirləşirlər ki, demək ki, daim biz də araşdırmalıyıq, daim biz də öyrənməliyik. Necə ki, müəllimlər hər zaman öyrənmə prosesində olur, hər zaman öyrənirlər. Biz də deməli nələrisə bilmiriksə öyrənə bilərik. Aha, deməli bundan əlavə dərsin interaktivliyini təmin etmək üçün müəllim sinifdə müzakirə prosesi təşkil etməlidir. Bax biz sinifdə deməli nələrdən danışdıq? Biz dedik ki, müəllim sinifdə dərsin interaktivliyini təmin etmək üçün sual-cavab prosesindən istifadə etməlidir. Sual-cavab prosesindən danışdıq. Sual-cavab prosesindən müsbət tərəflərindən də danışdıq. Müəllim sual-cavab prosesindən hansı mərhələlərdə istifadə edir, ondan da danışdıq. Sual-cavab prosesində müəllimin diqqət yetirdiyi məqamlar var, onlardan da danışdıq. İndi isə biz danışırıq, müzakirə prosesindən danışırıq. Əgər müəllim dərsin interaktivliyini təmin etmək istəyirsə, sinifdə müzakirə prosesindən də deməli müzakirə prosesi də təşkil etməlidir. Yaxşı, sinifdə müzakirə prosesinin təşkili necə olmalıdır? Bax, müəllim müzakirəni təşkil etməmişdən əvvəl hazırlıq işləri görməlidir. Necə ki, sual-cavab prosesində deyirdik ki, müəllim sual-cavab prosesini effektiv şəkildə təşkil etmək istəyirsə, əvvəlcədən müəyyən hazırlıq işləri görməlidir. Məsəl üçün, müəyyən, belə deyək də, suallar hazırlamalıdır, müxtəlif tipli suallardan istifadə etməlidir. Bax, burada da elədir. Müəllim müzakirə prosesi təşkil etmək istəyirsə, əvvəlcədən müəyyən hazırlıq işləri görməlidir. Yəni, müzakirənin, belə deyək də, mövzusu nə olacaq, necə təşkil edəcəm, müzakirə zamanı hansı iş üsullarından istifadə etsəm məqsədə uyğun olar. Bax, bu kimi müəyyən hazırlıq işləri görməlidir. Həmçində müzakirə zamanı müxtəlif strategiyalardan da, müxtəlif iş üsullarından da istifadə edə bilər. Məsəl üçün, elə iş üsulları var ki, onlar müzakirə xarakterli iş üsullarıdır. Bax, müəllim həmin iş üsullarından istifadə edə bilər. Məsəl üçün, beyin həmləsi, düşün, cütləş, bölüş, Sokrat dialoqu, ziqzaq, müzakirə xəritəsi, akvarium kimi iş üsullarından, yəni strategiyalardan da istifadə edə bilər. Sinif müzakirəsinin təşkili zamanı sinifdə qeyri-işgüzar səs-küy yarana bilər, xaotik səs-küy yarana bilər. Bax, bu qeyri-işgüzar səs-küyün yaranmaması üçün müəllim deməli müzakirə üçün müəyyən qaydalar müəyyənləşdirməlidir. Deməli, sinifdə sinif müzakirəsi üçün müəyyən qaydalar müəyyənləşdirməlidir. Bax, bu qaydaları, belə deyək, müəllim özü tək müəyyənləşdirməli deyil. Bu qaydaları müəllim özü tək müəyyənləşdirməli deyil, şagirdlərlə birlikdə müəyyənləşdirməlidir. Çünki şagirdlərlə birlikdə o qaydaları müəyyənləşdirdikdə şagirdlər çalışacaqlar ki, özlərinin qoyduğu qaydaları özləri pozmasın. Yəni şagirdlər son dərəcədə çalışacaqlar ki, özlərinin qoyduğu qaydalara özləri əməl etsin, pozmasın. Deməli dedik ki, müzakirə zamanı bir neçə qaydalar var ki, ümumiyyətlə müzakirənin effektiv təşkili, əgər müzakirə zamanı istəyiriksə sinifdə qeyri-işgüzar səs-küy olmasın, xaotik səs-küy olmasın, şagirdlər bir-birinə hörmətlə yanaşsın, fəal dinləyici olsunlar. Bunun üçün müəllim şagirdlərlə birlikdə qrup qaydaları müəyyənləşdirə bilər və həmin qaydaları yazılı şəkildə sinifin bir küncündən asa bilər. Yəni şagirdlərin belə deyək də, görəcəyi bir yerdən. Yəni şagirdlərin gözünün önündən deməli həmin qaydaları asmalıdır. Deməli qaydalara baxırıq, hansı qaydalardan istifadə etmək olar? Bir-birinizin ideya və fikirlərinə hörmətlə yanaşın, başqalarının dediklərini dinləyin və refleksiya edin, bir-birinizi dəstəkləyin və cəlb edin, anlamadığınız sualı verməkdən çəkinməyin, razılığa gəlməyə çalışın, sakit danışmağa üstünlük verin, sinif müzakirələrində hamının söz demək haqqı var. Deməli, qaydalara bir daha baxırıq. Qaydalar hansılar olacaq? Bir-birinizin ideya və fikirlərinə hörmətlə yanaşın. Əlbəttə, müzakirə zamanı şagirdlər bir-birinin fikirlərinə hörmətlə yanaşmalıdır. Başqalarının dediklərinə dinləyin. Yəni, başqalarının dediklərini dinləyin. O deməkdir ki, yəni şagirdlər fəal dinləyici olmalıdır. Aktiv şəkildə yoldaşlarının dediklərini dinləməlidir. Həmçində müzakirə zamanı, belə deyək də, refleksiya etməlidirlər.
Bir-birinizi dəstəkləyin, anlamadığınız sualı verməkdən çəkinməyin. Bəli, bax şagird bilməlidir ki, müzakirə zamanı əgər hər hansı bir sual şagirdə qaranlıq qalıbsa, şagirdə hər hansı bir cavab qaranlıq qalıbsa, yəni şagird anlamadığı məqamla bağlı sual verə bilər. Razılığa gəlməyə çalışmalıdırlar, sakit danışmağa üstünlük verməlidir. Sinif müzakirələrində hamının söz demək haqqı var. Yəni müzakirə zamanı heç bir şagird prosesdən kənarda qalmamalıdır. Ha, həmçində şagirdlərdə müzakirə bacarığını formalaşdırmaq üçün fəal dinləmə, deməli, fəal dinləyici bacarığını da formalaşdırmaq lazımdır. Bax, bu qaydalardan biri də deməli, biz burada qaydalardan birini də dedik ki, şagirdlərdə fəal dinləmə bacarığını formalaşdırmaq lazımdır. Yaxşı, bəs fəal dinləmə bacarığı nədir? Fəal dinləyici bacarığı, yəni nə üçün lazımdır? Bax, informasiyanı əldə etmək üçün, anlamaq üçün, informasiyanı öyrənmək üçün fəal dinləmə, deməli, bacarığı şərtdir. Yəni sən qarşındakı insanı anlamaq üçün, deməli, mütləq ki, fəal dinləyici olmalısan. Həmçində fəal dinləyici deməli, nə üçün lazımdır? İnformasiyanı əldə etmək üçün, anlamaq üçün, informasiyanı öyrənmək, ötürmək üçün fəal dinləyici bacarığı şərtdir. Deməli, bax, fəal dinləmə bacarığının özünə məxsus məqamları var. Görək hansı məqamlardır? Diqqətini danışana yönəltmək lazımdır. Yəni fəal dinləmə bacarığı nədir dedikdə, hansı bacarıqlar nəzərdə tutulur dedikdə, deyirik ki, diqqəti danışana yönəltmək lazımdır. Yəni fəal dinləmə bacarığına sahib olan şagird diqqətini danışana yönəltməlidir. Diqqətini danışana yönəltməlidir, göz təması qurmalıdır, fikrini yayındıracaq heç nə haqqında düşünməməlidir, ətrafda diqqətini yayındıran heç bir məqama fikir verməməlidir. Əgər şagirddə bu kimi bacarıqlar varsa, demək ki, şagird fəal dinləmə bacarığına sahibdir. Bundan əlavə dinləmə deməli bacarığı nümayiş etdirməlidir. Yəni sən qarşında olan insanı dinlədiyini nümayiş etdirməlisən. Bu zaman deməli bədən dilindən, jest və mimikalardan istifadə edə bilərsən. Həmçində qarşındakı insanı dinləyən zaman bəli, xeyr kimi sözlərdən də istifadə edə bilərsən. Həmçində sağa sola baxmamaq da lazımdır. Rəy vermək, yəni fəal dinləmə bacarığının bir deməli məqamı da odur ki, bir xüsusiyyəti də odur ki, rəy vermək bacarığına sahib olmalıdır. Yəni deyilən informasiyanı düzgün anlayıb, düzgün münasibət bildirmək lazımdır. Danışanın sözünü kəsməmək lazımdır. İmkan vermək lazımdır ki, danışan insan sözünü bitirsin. Sözünü bitirdikdən sonra əgər sənin ona sualın varsa, bu zaman sualını ünvanlaya bilərsən. Cavab vermə mədəniyyəti nümayiş etdirmək lazımdır. Yəni fəal dinləyici bacarığına sahib olan şəxs cavab vermək mədəniyyəti də nümayiş etdirməlidir. Yəni belə deyək də, bax qarşındakı insanın fikrini sən qəbul etməyə bilərsən. Sən qəbul etməyə bilərsən, bax bu zamanda belə deyək də, normal qəbul eləməlisən. Səs tonunu gözləməlisən, səmimi cavab verməlisən, dürüst olmalısan. Ola bilər də, yəni biz belə deyək, hər bir fikirlə biz razılaşa bilmərik ki, elə bir məqam ola bilər ki, elə bir situasiya ola bilər ki, biz qarşımızdakı insanın fikrini, cavabını qəbul etməyə də bilərik də, razılaşmaya da bilərik. Bu zaman həmin insanın fikrinə hörmətlə yanaşmaq lazımdır, səs tonumuzu qaldırmamalıyıq və cavab verərkən də belə səmimi və dürüst cavab verməliyik. Həmçində empatiya nümayiş etdirmək lazımdır. Empatiya nədir? Qarşındakı insanı anladığını nümayiş etdirirsən. Yəni həm özünü həmin insanın yerinə qoyursan. Deməli, bundan əlavə dərsin interaktivliyini təmin etmək üçün şagirdləri əməkdaşlıq tələb edən fəaliyyətlərə də cəlb etmək lazımdır. Deməli, bəzən müəllimlər əməkdaşlıq tələb edən fəaliyyətlərdən qaçır. Məsəl üçün, əməkdaşlıq tələb edən fəaliyyətlər nədir? Yəni, cütlərlə iş, qrupla işdir də, yəni əməkdaşlıq tələb edən fəaliyyətlər budur. Bəzən müəllimlər əməkdaşlıq tələb edən fəaliyyətlərdən qaçır və yaxud da ki, əksinə olaraq elə fikirləşirlər ki, əgər müəllim interaktivliyi təmin etmək üçün həmişə qrupla iş formasından istifadə etməlidir.
Bax, hər iki yanaşma da yanlış olacaq. Nə üçün həmişə qrupla iş formasından istifadə etmək doğru olmaz? Müəllim bütün iş formalarından istifadə etməlidir. Həm qrupla, həm cütlərlə, fərdi, bütün siniflə iş formalarından istifadə etməlidir. Və yaxud da ki, bunun əksi olaraq dedik ki, müəllim əməkdaşlıq tələb edən fəaliyyətlərdən qaçır. Yəni belə deyək də, yalnız fərdi iş formalarından istifadə edir. Cütlərlə, qrupla iş formalarından istifadə etmir. Demək ki, hər ikisi yanlış olacaq. Müəllim mövzuya görə, yerinə görə, məqamına görə deməli bütün iş formalarından istifadə etməlidir. Çalışmalıdır ki, daha çox belə deyək də, yəni həmişə demirəm, amma çalışmalıdır ki, demək ki, əməkdaşlıq tələb edən əməkdaşlığa əsaslanan deməli fəaliyyətləri şagirdləri əməkdaşlığa əsaslanan fəaliyyətlərə deməli cəlb etsin, yəni cütlərlə, qruplarla iş formasından istifadə etsin. Deməli, bax, əməkdaşlıq tələb edən fəaliyyətlər şagirdlərin həm akademik göstəricilərini, həm də şagirdlərdə sosial bacarıqları inkişaf etdirəcək. Demək ki, müəllim şagirdləri əməkdaşlıq tələb edən, yəni qrup işinə və yaxud da ki, cütlərlə iş formasına, cütlərlə işə cəlb etsə, bu zaman həm şagirdlərin akademik göstəriciləri yaxşı olacaq, həmçində şagirdlərdə sosial bacarıqlar inkişaf etmiş olacaq. Sosial bacarıqlar nədir? Hansı bacarıqlardır? Yəni əməkdaşlıq, ünsiyyət kimi bacarıqlar sosial bacarıqlar adlanır. Şagirdləri əməkdaşlıq deməli fəaliyyətinə cəlb etməmişdən əvvəl müəllim dərsinin məqsədini, qiymətləndirmə meyarlarını və tapşırıqlarını şagirdlərə bildirməlidir. Yaxşı, bəs müəllim qrupların tərkibini necə müəyyənləşdirməlidir? Bax, biz dedik ki, müəllim əməkdaşlığa əsaslanan fəaliyyətlərdən istifadə etməlidir. Yəni qrup işlərindən istifadə etməlidir. Həmişə yox, deməli mövzuya uyğun olaraq, məqamına, məqsədə uyğun olaraq deməli belə deyək də, qrup işlərindən istifadə etməlidir. Yaxşı, bəs müəllim qrupların tərkibini necə müəyyənləşdirməlidir? İlk öncə şagirdlərin, yəni qrupda şagirdlərin sayını müəyyənləşdirmək lazımdır. Yəni müəllim şagirdləri qrupla işə cəlb etməmişdən əvvəl ilk öncə şagirdlərin sayını müəyyənləşdirməlidir. Homogen qruplar yaratmalıdır, heterogen qruplar yaratmalıdır. Yəni hər iki qrup növündən istifadə etmək lazımdır. Həm homogen qruplar, həm də heterogen qruplardan istifadə etmək lazımdır. Həmçində qrupda şagirdlərin sayı 3-5 nəfərdən ibarət olsa, bu daha effektiv olacaq. Demək ki, qrupda şagirdlərin sayı neçə nəfər ola bilər? 3-5 nəfər ola bilər. Yaxşı, baxırıq görə homogen qruplar nə deməkdir? Oxşar xüsusiyyətli şagirdlərdən ibarət qrup deməkdir. Yəni, bax, burada oxşar xüsusiyyətli şagirdlər dedikdə nə nəzərdə tutulur? Qrupun tərkibində olan şagirdlər maraqları, səviyyələri, öyrənmə tərzləri eyni olur. Yəni, şagirdlərin marağı, hamısının marağı eyni olur, şagirdlərin səviyyələri eyni olur. Məsəl üçün, zəif oxuyan şagirdlər bir qrupda olur, güclü oxuyan şagirdlər digər bir qrupda olur. Şagirdlərin öyrənmə tərzi eyni olur. Məsəl üçün, homogen qrupda deməli, homogen qrupda olan şagirdlərin öyrənmə tərzi eyni olur. Yəni, belə deyək də, bir sözlə homogen qrupda olan şagirdlərin maraqları, səviyyələri, öyrənmə tərzi eyni olur. Heterogen qruplar isə müxtəlif xüsusiyyətli şagirdlərdən ibarət qrup deməkdir. Yəni, bu qrupda, belə deyək, qrupda olan şagirdlərin xüsusiyyətləri, öyrənmə tərzi müxtəlifdir, səviyyələri müxtəlifdir. Yəni, qrupun tərkibində olan şagirdlərin səviyyələri müxtəlifdir. Yəni, qrupda həm yaxşı, həm zəif, həm orta oxuyan şagirdlər olur. Yəni, müxtəlif xüsusiyyətli şagirdlərdən ibarət qrup deməkdir. Bəs müəllim hansı qrupdan istifadə etməlidir? Yerinə və məqsədinə görə, məqamına görə hər iki qruplardan istifadə edə bilər. Ancaq daha çox heterogen qruplara üstünlük versə, bu daha yaxşı, effektiv olar. Deməli, bax, ancaq demirik də, yəni testdə birdən düşsə ki, müəllim yalnız heterogen qruplardan və yaxud da ki, yalnız homogen qruplardan istifadə etməlidir. Bu yanlış olacaq. Amma əsasən çalışmalıdır ki, heterogen qruplardan istifadə etsin. Bu deməli doğru yanaşma olacaq. Yaxşı, qrup işindən danışdıq. Müəllim qrupun tərkibini necə müəyyənləşdirməlidir? Bundan da danışdıq. İndi baxırıq, görək müəllim qrup işini necə qiymətləndirməlidir? Deməli, müəllim qrup işini necə qiymətləndirməlidir? İlk öncə təlim nəticələrini dedik ki, biz şagirdlərə çatdırmalıdır və həmçinin də dedik ki, deməli şagirdlər
fəaliyyətə başlamamışdan əvvəl müəllim qiymətləndirmə meyarlarını da şagirdlərə çatdırmalıdır. Bax, bu qiymətləndirmə meyarları deməli, həm şagirdlərin əməkdaşlıq bacarığını ölçməlidir, həm də təlim nəticələrini ölçməlidir. Bəzən müəllim qrup meyarları müəyyənləşdirəndə, qiymətləndirmə meyarları müəyyənləşdirəndə, yəni təlim nəticələrini qiymətləndirəcəyini nəzərdə tutur. Bu doğru addım deyil. Əgər qrup işi varsa, müəllim qiymətləndirmə meyarlarını elə müəyyənləşdirməlidir ki, qiymətləndirmə meyarları həm şagirdlərin təlim nəticələrini, həm də şagirdlərin sosial bacarıqlarını, yəni əməkdaşlıq, ünsiyyət bacarıqlarını da ölçsün. Yenə deyirəm, müəllim qrup işi üçün qiymətləndirmə meyarları müəyyənləşdirəndə elə qiymətləndirmə meyarı müəyyənləşdirməlidir ki, həm qarşıya qoyulan, belə deyək, təlim nəticələrinə şagirdlərin nə dərəcədə yiyələnib, yiyələnmədiyini ölçsün, həmçində şagirdlərin sosial, yəni əməkdaşlıq, ünsiyyət kimi deməli bacarıqlarını belə deyək də qiymətləndirsin. Əməkdaşlığa yönəlik fəaliyyətlərin şagirdlərə hansı müsbət təsiri var? Bax, müəllimlər, biz deməli əməkdaşlığa yönəlik fəaliyyətlərdən, qrup işindən danışdıq. Yaxşı, bax, bu əməkdaşlığa yönəlik fəaliyyətlərin, yəni qrup işlərinin şagirdlərə hansı müsbət təsiri var? Şagirdləri əməkdaşlığa yönəlik fəaliyyətlərə cəlb etdikdə, şagirdlərdə yuxarı təfəkkür səviyyəsi inkişaf edir. Əlbəttə ki, çünki burada birgə işləmək var, əməkdaşlıq var, ünsiyyət var, müzakirə var. Qrup işi zamanı şagirdlər müxtəlif problemləri həll edirlər. Burada problem həll etmə var. Ona görə də şagirdlərdə yuxarı təfəkkür səviyyəsini inkişaf etdirir bu cür deməli fəaliyyətlər. Bundan əlavə şagirdlərdə şifahi ünsiyyət bacarığını formalaşdırır və inkişaf etdirir. Çünki şagirdlər birgə qarşılıqlı fəaliyyətdədirsə, bu zaman bir-birlərinə şifahi olaraq ünsiyyət qururlar, fikir bildirirlər. Özünü idarə etmə, liderlik bacarıqlarını inkişaf etdirir. Bəli, qrup işində şagirdlər özünü idarə etməyi bacarmalıdır. Həmçində qrup işi, qrup kimi fəaliyyətlər, əməkdaşlığa yönəlik fəaliyyətlər şagirdlərdə liderlik bacarığını da inkişaf etdirir. Müəllim, şagird qarşılıqlı fəaliyyətə cəlb olunur. Bax, bu qrup işi elədir ki, yəni burada müəllim də şagirdlərlə qarşılıqlı fəaliyyətdə olur. O demək deyil ki, qrup işini təşkil edən zaman müəllim şagirdləri qruplarla işə yönəldir, özü prosesi kənardan izləyir. Xeyr, lazımi məqamında müəllim də prosesə cəlb olunur. Məsəl üçün, şagirdlərə yol göstərir, hədəfə çatmaq üçün belə deyək də istiqamət verir. Lazımdırsa şagirdlərə qrup işi zamanı konstruktiv rəylərdən istifadə edir. Yəni müəllim də şagirdlərlə qarşılıqlı fəaliyyətə cəlb olunur. Deməli, əməkdaşlığa yönəlik fəaliyyətlər şagirdlərdə həm sosial bacarıq, həm də real həyatı bacarıqları formalaşdırır.